Hər birinizə salam. Hal-hazırda 9-cu sinif buraxılış imtahanı üçün əlimdə belə bir sınaq testi var və istəyirəm ki, birlikdə baxaq, çünki artıq 9-cu sinifin buraxılış imtahanına az qalıb. Deməli, əziz dostlar, ilk öncə gəlirik burada. Birinci sualımıza baxırıq. Deyir ki, 3 divar saatı müvafiq olaraq hər 9, 15 və 18 dəqiqədən sonra zəng çalır. Saat 10:00-da hər 3 saat eyni anda zəng çalarsa, növbəti dəfə nə vaxt hər 3 saat eyni anda zəng çalar? İlk öncə burada biz 9, 15 və 18 ədədlərinin əkobunu tapmalıyıq. Gəlin yazaq. Əkob 9, 15, 18. Üçün içərisində olanlar nələrdir dostlar? Deməli, gəlin ayıraq. 9-u ayırdığımız zaman 3, 3-ə, 3, 3-ə. Daha doğrusu 1 bitir. Deməli, nə olur burada? 3-ün kvadratı çıxır. Daha sonra gəlin 15-ə ayıraq. 15'e ayırsaq, 3'ə 5 dəfə, 5'ə 1 dəfə. Deməli, buradan da 1, 5 çıxar. 18'ə ayıranda da görəcəksiniz ki, elə bizə lazım olanlar bu qədər olur. Çünki buradan da 3'ün kvadratı çıxdı, bitdi. Bizə qalır 2. Deməli, 3'ün kvadratı vurulsun 2, vurulsun 5. Bu da bizə uşaqlar nə verir? 90. Yəni 90 dəqiqə. Məsələn, 90 dəqiqədən sonra bunlar eyni anda zəng çalar. Və onun üçün də gəlin ən yaxşısı yazaq. 10:00-ın üstünə 90 dəqiqəni 1 saat 30 dəqiqə olaraq düşünək. Və 1 saat 30 dəqiqənin üstünə gələndə 11:30 saatımız edər. Cavab C variantı olacaq. Keçək növbəti digər çoxluq sualımıza. Çoxluq sualımızda bizim əslində belə bir düsturumuz var. N, A və B-nin birləşməsi bərabərdir. N, A-nın üzərinə gəlirik. N, B-ni çıxırıq N, A və B-nin kəsişməsini. Dostlar, bizə də belə bir ifadə verib və N, A-nın B-nin birləşməsini istəyir. Birləşməyə yazaram 70, bərabər qoyaram. N, A-ya bizə nə göstərib? N, A və B-nin kəsişməsini x desək, N, A və N, B 3x olar. Yazaq 3x üstə gəl 3x. N, A, B-nin kəsişməsini də tək istəyir, yəni x olaraq. Və bu bizə nə verir? Burada 6x çıx x, 5x bərabərdir 70'ə. X-imizə nə qalır? 14. X də nə idi? N, A, B-nin kəsişməsi. Bizdən də N, A, B-nin kəsişməsini istəyir. Cavab 14. Keçək digər sualımıza. 3də 1-i dolu olan qaba 2 litr süd əlavə etdildikdə qabın yarısı dolmuş olur. Qab neçə litr süd tutur? İlk öncə qab x-dir. Gəlin x-in 3də 1-ini tapaq, yəni 3də 1x. Və deyir 3də 1 x-in üzərinə 2 litr gəldiyimiz zaman qabın yarısı da olur. Qabın yarısı da dostlar 2də 1 eləyərmi? Bitdi. 2də 1 x-i keçirdərəm bu tərəfə. Olar 3də 1 x çıxılsın 2də 1 x. Bərabərdir. 2-ni də digər tərəfə keçirdərəm -2. Buranı 2-yə 3-ə vurduğum zaman məxrəc bərabərləşdirməylə olacaq. -6-da 1 x bərabərdir -2. X mənfilər gedərsə x də bərabər olacaq 2 vurulsun 6. Yəni cavab 12. Bu da belə. Gəlin bunun bu sonluğunu silim, çünki digər sualın hissəsinə keçmiş oluruq. Gələk bu sualımıza. Deməli, uşaqlar, bu sualımızda hər iki tərəfdə nə var? Görürəm ki 3 var. 3'ü çıxardaram mötərizə xaricinə, geriyə qalar x üstə gəl 1. Bölünsün. Aşağıdakı ifadəni hələ ki toxunmuram. Daha sonra bölmənin yerinə vurma qoyuram uşaqlar. Bu da düsturdur, bilirəm. Kublar fərqi düsturun. Bir dəfə x çıx 1. Bir dəfə x kvadrat üstə gəl, x üstə gəl 1-ə. Bölünsün, 3 də məxrəcə düşür. Baxıram, bununla bu eynidirmi? Yaxşı ki də buna toxunmamışam. Elə bunlar ixtisar gedər. 3 ilə 3 ixtisar gedər. Qalar x üstə gəl 1, vurulsun x çıxılsın 1. Bu da bizə kvadratlar fərqi düsturu verirmi? 1'in kvadratı ilə 1 olduğu üçün cavab Y variantı. Keçid alaq digər sualımıza uşaqlar. Deməli, burada nə deyir? 140 ədədi 3 hissəyə elə bölünmüşdür ki, birinci və ikinci hissələrdən söhbət gedir və deyir 2 və 5'in nisbətində. Tamam, hoş, üzürlü sayın. Burada düzəliş eləyək 5'i. 2 və 5'in nisbətində. Sonra ikinci və üçüncü hissələrin isə 15'in 7'yə. Uşaqlar, ikinci burada 5'dir, burada 15'dir. Gəlin bu 5'i də 15'ə gətirim. Buranı vurum hər tərəfini 3'ə olsun. 6/15. Artıq bütün hissələrim eynidirmi? Hissələri yazanda x-la yazıram və ya da k-la. Bütün hissələrin cəmini mənə nə verir? 140. 140'a bərabərləşdirim. Bu da necə? 28x olacaq 140. X olacaq uşaqlar. X olacaq 5.
X-i 5 tapdıqdan sonra gəlim bir dənə buranı silim. Vay. Bəli. X-i 5 tapdıqdan sonra bizi deyir ikinci hissə. İkinci hissəmiz 15 idi mi? 15x daha doğrusu. 15 vur 5. 75. Və üçüncü hissə. Üçüncü hissəmizdə uşaqları 7x idi mi? Deməli 7 vur 5, 35. Bunların fərqini istəyir. 75 çıx 35 bizə verəcəyi cavab 40. Keçid olaq digər sualımıza. Buradan bunu silirəm çünki bizə məşədə olmasın. Deyir, əvvəlcə gətirilmiş kartofun 40%-ni. Kartof olsun A. A-nın 40%-ni tapım. Nə verər mən uşaqlar? 0.4A. Düzdürmü? Bunlar çünki ixtisar gedir. Sonra isə qalan hissənin, yəni 0.4A satılıbsa yerdə nə qədər qalır? Yəni 40% satılanda 100-ün 40% satılarsa nə qədər qalır? 60. 60-ın deyir 30%-ni. Daha doğrusu 60%-dir. 0.6-nın yəni. 0.6 x-in 30%-ni istəyir bizdən. Bu da mənə 0.18 x verir. Və deyir ki, daha doğrusu A. Kartofun neçə faizini satdılar? O zaman 0.18 ilə 0.4-ü toplayarıq. Bizə verər 0.58A. Və bunu da faizlə göstərsək 58% olar. Bu qədər. Yenə gəlin buranı silim. Çünki misalımıza mane olmasın. Aha. Burada uşaqlar 4, 2. Ortaq məxrəc nə olar? 2. Gəlin 2-yə vuraq buranı. Olsun 3x üstə gəl 2 bölü 4. Çıxılsın 2x çıx 6 bölü 4. Kiçikdir 3-ə. Məxrəclər bərabərdə eyni kəsin altda yazaq. Buranı bir dənə sileyim. Aha. Yazaq 3x üstə gəl 2. Mənfi 2x-ə vurulur mənfi 2x. Mənfi 6-ya vurulur müsbət 6. Bu 4 də uşaqlar çarpaz elə bura vurulur. Gəlin bir dəfəli yazaq 12. 3x çıxılsın 2x düzdür. Verdi mənə x. 2 üstə gəl 6, 8. O tərəfə keçəndə mənfi 8. O deyilir kiçik 4. Deyir ən böyük tam həllini. X-dan kiçik, 4-dən kiçik ən böyük hansıdır? 3-dür. Gəldik belə bir həndəsə sualına uşaqlar. Deməli, burada baxaq. Bizə deyir ki, ABC'də bərabər yanlış olacaq. Bərabər yanlış işarəsini qoyaq. Daha doğrusu trapesiya üzrü sayın. Trapesiyasında AC diagonalı yan tərəfə perpendikulyar olub AD tərəfi ilə CAD, yəni baxın bu balaca hissəni 25 dərəcəli bucağı əmələ gətirir və BAC-ni bizdən soruşur. Bizdən baxın buranı soruşur. Bu balaca hissəni soruşur. Tamam. İlk öncə bura 90-dırsa, bura 25-dirsə buranı tapa bilərəm. 90-dan 25-i çıxaram. Verər mənə nə uşaqlar? 65-dir. Deməli bura 65-dir. Bərabər yanı trapesiyası o zaman bütün burada 65 olar mı? 65-in 25-i buradadırsa x-a nə qalar? 65-dən çıxaram 25-i. X-a qalar 40. Uşaqlar, gəlin davam edək suallarımıza baxmağa. Kök altında 77 ifadəsinin deyir ki, hansı iki tam ədəd arasındadır? İlk öncə kök altında 77-dən öncə gələn kökdən çıxan ifadəyə baxaq. Hansıdır? Təbii ki, kök altında 64-dür. Və daha sonra isə sonra kökdən çıxan rəqəmə baxaq. O da eləyir hansıdır? 81-dir. 64-dən nə çıxır? Bilirəm 8, 81-dən nə çıxır? 9. Deməli 8 və 9 arasında yerləşir. Keçdik digər 10-cu sualımıza. Deyir, ədədi ortası 35 olan 7 ədədə hansı ədədə əlavə etmək lazımdır ki, ədədi orta 40 olsun? İlk öncə ədədi orta nədir? Həmin rəqəmlərin cəminin sayına olan nisbətinə deyilir. Gəlin, mən bir-bir yazdım. Baxın, 7 dənə özümdən rəqəm yazdım və bunların sayına böldüm. Deyir, bu 35-dir. Uşaqlar, gəlin bunun hamısına bir ədəd böyük bir z deyək və 7-ni vuraq 35-ə. Z olsun nə? 7 vur 35-də bizə nə verəcək uşaqlar? Deməli, 245. 245 verir bizə. Deməli, bütün bu ifadələrin cəmi, yəni z bizə verdi 245. İndi bizə deyir ki, buna nə əlavə etsək? Yəni z 7-yə qədər, daha sonra bir dənə də x 8. Bölünsün, artıq 8 rəqəm oldu. O zaman 8-ə bölürəm. Bərabər eləsin, deyir 40 olsun. 40. Bu zaman 8-i 40-a vuraram. Yazaram z üstə gəlir. X 8 bərabər. 8 40-a vurulanda 320 edər. Z-im neçə idi uşaqlar? 245. Yerinə qoyum. 245 üstə gəl. X 8 bərabərdir. 320. X 8-i də buradan taparıq. 75 edər. Deməli, 75 əlavə etsək, bizim ədədi ortamız 40 olacaq. Digər sualın hissəsinə keçdiyimiz üçün bu
Buraları silirəm. Daha sonra davam edək. Deməli, burada nə deyir? Həndəsə sualıdır. Bərabər yanlı üçbucağın, bir dənə bərabər yanlı üçbucaq çəkər uşaqlar. Düz bucaqlı üçbucağın daha doğrusu bərabər yanlı. Deməli, ilk öncə gəlin bunu qeyd eləyək ki, düz bucaqlı üçbucaqda bərabər yanlıdırsa buralar nədir? 45, 45, düzdür. Daha sonra deyir ki, hipotenuzu 10 cm-dir. Bura 10 cm-dir. Düz bucaq təpəsindən çəkilən hündürlük. Buradan bir hündürlük çəkilib. Deyir, bunu tapın. Bizdən bu haşı soruşur. Çox gözəl. Uşaqlar, bura 45-dirsə, avtomatik bura 90 olanda burada nə qalır? 45, düzdürmü? Deməli, bura 45-dirsə, burada 45 olur. Yəni, bura nə olursa, burada olur. Uşaqlar, belə bir qaydamız var idi. 90 dərəcə təpəsindən çıxan hündürlük tərəfini indirdi, yarıya bölünürdü. Çünki eyni zamanda median rolunu oynayırdı. Bura 10 idisə 5-5 bölürdü mü? Bura ilə də buraya indirsə hündürlüyə nə qalır? 5. Bu da bir bəsit sualımız idi. Aha, silməyə ehtiyac yoxdur. Gəlin, davam edək. Deməli, burada nədir? Alfa-dan beta-dan cəmini soruşur. Uşaqlar, baxıram ki, bu nə bucağıdır? Açıq bucaq. Açıq bucağım neçə dərəcədir? Hamımız bilirik ki, açıq bucağım 180 dərəcədir. Yəni, bura 180 dərəcədir. Deməli, beta üstə gəl 20 ilə alfa üstə gəl 10-un cəmini bərabərləşdirirəm 180-ə. Yazıram, beta üstə gəl 20 dərəcə, üstə gəl alfa üstə gəl 10 dərəcə bərabərdir 180 dərəcə. Və fikir versəz, bizdən də alfa üstə beta-dan soruşur. Burada da zaten alfa üstə beta avtomatik çıxır. Bunu yazaq, 20 dərəcəni 10 dərəcəni toplasaq 30 dərəcə eləyər. Bərabərliyin digər tərəfinə atsaq isə mənfi 30 dərəcə eləyər. Bu da bizə nə verir? 150. Deməli, alfa ilə beta-dan cəmi 150 imiş. Keçid alaq digər sualımıza. Belə bir maraqlı bir sualımız var. Deyir, ən kiçik qiymətini tapın. Uşaqlar, bunu ən kiçik qiymətimizin düsturundan tapa bilərik. Yəni, n bərabərdir 4ac çıxılsın b kvadratı bölünsün 4 vurulsun a-ya. Uşaqlar, gəlin buradan tapaq. Deməli, yazaq, n bərabərdir 4, vurulsun a nədir? 1, vurulsun c nədir? 11, çıxılsın b nədir? 6-ın kvadratı 36, bölünsün yenə 4, vur a 1 olduğu üçün 1. Bu da bərabər olacaq. 4-ü 1-ə vurdum 4, 11-ə vurdum 44. 44-dən 10, 36 çıxdım. Verdi mənə 8. 4-ü 1-ə vurdum 4, 8-i 4-ə böldüm 2. O zaman ən kiçik qiymət 2 olacaq. Keçid alaq digər sualımıza. Deyir ki, kəsişən iki vətərdən biri 12 və 18 santimetrlik hissələrə, o biri isə 3-ün 8-ə nisbətində bölünmüşdür. İkinci vətərin uzunluğunu tapın. İlk öncə bir ədəd çevrə çəkirik. Daha sonra, bunu burada eləşdirək. Daha sonra 2 dənə kəsişən bir vətər çəkər uşaqlar. Deməli, vətərin biri 12 və 18 santimetrə bölünüb, biri isə 8x və 3x-ə bölünüb. Uşaqlar, belə bir qaydamız var idi, bilirik. 12 vurulsun 18 bərabərdir 3x vurulsun 8x-ə. 3x-i 8x-ə vursam 24x kvadrat edirmi? Edir. 24-ü 12-yə bölsəm 2 dəfə eləyir. 18-i 2-yə bölsəm 9 dəfə olur. 9 bərabərdir x kvadratda. Təbii ki, burada x plus minus 3-ə bərabərdir. Amma bucaq mənfi ola bilərmi? Xeyr. Ona görə müsbət 3-ü götürürəm və yerinə qoyuram. 8-i 3-ə vurdum 24, 3-ü 3-ə vurdum 9 və bizdən bu vətərin, yəni ikinci vətərin uzunluğunu istəyirdi. 24 ilə 9-un cəmi bizə verəcək 33. Bu da bəsit bir sual idi. Gəlin bu suala baxaq. Deməli, burada bizə nə deyir? Deyir ki, bu ifadədən bir dənə bizə bu olarsa yazıb və bizdən b çıxılsın a ifadəsinin qiymətini soruşur. Uşaqlar, mən baxıram ki, burada oxşar a var. Amma a-nı çıxartsam geriyə qalır x çıx y. Mənə amma y çıx x-i verib. Bu da mənə maneə törədəcək. Ona görə gəlin, mən buradan mənfi a-nı çıxardım. Yaransın mənfi x üstə gəl y. Bunun da yerlərini dəyişəndə y çıx x alınır. Burada isə müsbət b-ni çıxardım. Elə mənfi x üstə y qalmış olsun. Və gördüyümüz kimi, burada y çıx x kimi, bunda y çıx x kimi eyni ortaq olduğu üçün bir ədəd yazıb vurma qoyuram. Mənfi a üstə b-də və yaxud da b çıx a deməkdir. Bərabərdir 30-a. Və y çıx x-i bizə nə verib uşaqlar? 6 verib. Bu 6-dırsa, 6-nı nəyə vuranda 30 edər? 5-ə. Və b çıx a-nı soruşur. B çıx a da olacaq 5. Keçid alaq digər sualımıza. Deməli uşaqlar, burada 27 3-cü dərəcədən kök altında nə çıxır? 3. Qalır bu. 13 üstə gəl 3. 13 üstə gəl 3 16 verir. Kvadrat kökdən nə çıxır? 4. Deməli, baxın, bu ifadənin qiyməti oldu 4. Geriyə qalır 68 çıx 4. Bu da verir bizə 64. 3-cü dərəcədən 64-dən nə çıxır? 4. Deməli, düzgün cavab 4 olacaq.
Keçid alaq digər sualımıza. K-nın hansı qiymətində bu tənliyin 2 bərabər kökü var? Deməli, uşaqlar, baxaq. Burada necə? Bizim 2 bərabər kökü var deyəndə diskriminantımız nə olurdu? 0-a bərabər olurdu. Diskriminantımızın düsturu nə idi? B kvadrat çıx 4 vur A vur C bərabər olacaq nəyə? 0-a. B nədir? 6. 6-nın kvadratı 36. Çıx 4 vurulsun. A nədir? 1. Zaten 4 edir. C nədir? K. Yazaq K. Bərabərdir 0-a. Mənfi 4 vurulsun K bərabərdir. 36 bərabərliyin digər tərəfinə keçəndə mənfi 36 olur. Mənfilər ixtisar gedir. K da olur 36 bölü 4, yəni 9. Deməli, K-nın cavabı 9 və cavabımız da 9 olur. Keçək digərə. Daxili bucaqlarının cəmi 80 dərəcə olan çoxbucaqlının tərəflərinin sayını tapın. Uşaqlar, daxili bucaqlarımızın düsturu var, cəminin düsturu var. 180 dərəcə vurulsun, n çıxılsın 2. O da bərabərdir 1080-ə. Uşaqlar, 1080-i 180-ə bölün. Nə gözəl ifadədir. 1080 bölünsün 180-ə. Day üzülü sayın 180-ə. Sıfırlar gedəcək. Və 108-i də 18-ə bölsək, deməli neçə edir? 6. Bəli uşaqlar, bu da edir 6. Yəni n çıxılsın 2 bərabərdir 6-ya. N olur nə? Mənfi 7 digər tərəfə keçir, müsbət 2 8. Deməli, çoxbucaqlının tərəflərinin sayı 8-dir. Bəli, gəlin davam edək digər sualla. 24 şagird olan bir sinifdə oğlanlara 2, qızlara isə 3 konfet verməklə 61 konfet paylandı. Sinifdə neçə oğlan var? Uşaqlar, ümumiyyətlə sinifdə 24 uşaq varsa, şagird. Gəlin, oğlanlara bir dənə x deyək. Qızlara da y. Və x ilə y-ın, yəni oğlanlı qızlı sinifdə nə qədər uşaq var? 24 dənə. Sonra deyir ki, bir sinifdə oğlanlara 2, deməli, x-a vuracaq 2-yə, yəni 2x. Qızlara isə 3 konfet, yəni onu da 3y-ə vuracaq. Bərabər olmaqla 61 konfet paylanıb. Sistem tənliyi yaratdığımı yaratdıq. Gəlin həll eləyək. Bu ifadə, üstdəki ifadələrin hər tərəfini mənfi 3-ə vuraq. Olsun, mənfi 3x çıxılsın, 3y bərabərdir mənfi 72. Tərəf-tərəfə topladığımız zaman 3y ilə mənfi 3y gedir. 2x-dan çıxanda 3x eləyir bizə mənfi x bərabərdir. 61-dən də 72 çıxanda verir bizə mənfi 11. X olacaq nə? 11. İndi uşaqlar, bizdən zaten sinifdə neçə oğlan var deyirdi və biz oğlanı x ilə ifadələmişdik. Yəni tapdıq ki, 11 oğlan var imiş. Keçid alaq digər sualımıza. Burada bu sualın yerinə keçmişik, silək. Bəli, kater sualları bir çox tələbənin, şagirdin yaralı yerdir deyim kater sualı. Uşaqlar, kater suallarında axına qarşı deyəndə çıxırıq, axınla birgə deyəndə isə toplayırıq. Nəyə görə? Çünki axına qarşı deyəndə, baxın, biz belə gedirik, o bizim əksimizə gedir. Deməli, bu zaman çıxılacaq. Amma axınla birlikdə gedəndə biz belə gedirik, o da bizlə belə gedir. Bu zaman toplanılacaq. İndi bizdə burada axın istiqamətindədir. Yəni, birlikdə gedirik. Katerin çayın axın istiqamətindəki sürəti. Yəni, bizdə bir dənə katerin sürəti var, uşaqlar. Bir dənə də çayın axınının sürəti var. Bunların sürətləri cəmi bizə verib 26 km/saata. Daha sonra isə axına qarşı isə 18 dedi. Axına qarşısı nə olur? Çıxılır. 18 km/saat. Yenə sistem tənliyi yarandı mı? Tərəf-tərəf toplasam çaylar gedər. Qalar 2 axının katerin sürəti bərabərdir 26 ilə 18-i toplasaq verir bizə 44 və katerin sürəti verir bizə 22 və bizə də zaten katerin durğun sudakı sürətini soruşurdu. Yəni cavab 22. Keçək 21-ci sualımıza. 2 oxşar üçbucağın deməli perimetri 20 cm və 40 cm-dir. Uşaqlar, ilk öncə bu qaydanı sizə deyim ki, istənilən 2 oxşar üçbucaqda perimetrlərin nisbəti onların tərəflərinin nisbətinə bərabərdir. Baxın, buna. S1, S2. Deyirsiniz ki, müəllimə niyə belə yazdı? Çünki perimetr 1-dir, düzdür? Üçbucağın da 3 tərəfi var axı uşaqlar. Ona görə A, B, C. Və bu birinci üçbucağımın tərəfləri, bu da ikinci üçbucağımın tərəfləri. Bunlar bir-birinə bərabərdir. Gəlin indi baxaq. Perimetrin birincisi nədir? Böyük olan təbii ki. Kiçik olan nisbətidir. 40-ın 20-yə olan nisbəti bizə nə verir? 2. Deməli, bu ifadələrin hamısı 2-yə bərabərdir. İndi uşaqlar, gəlin. Burada bizə deyir ki, sahələri fərqini. Uşaqlar, eyni zamanda üçbucağın, eyni iki oxşar üçbucağın sahələri fərqi nisbəti isə
Bayaq aldığımız deməli tərəflərin nisbətinin kvadratına bərabərdir. Yəni baxın A1 bölü A2 bərabərdir. B1 bölü B2 bərabərdir. C1 bölü C2-nin kvadratına bərabərdir. Biz bayaq bunu 2 aldığımı 2-nin kvadratına verir bizə 4. Gəlin buradan bunu çarpaz vuraq. S1 bərabər olsun 4S2-yə. S1-ə bir x desək, S2 nə olacaq? 4x. Və bunların fərqi deyir 60-dır. 4x çıx x bərabərdir 60-a, 3x bərabərdir 60-a, x-i buradan taparıq 20. Böyük uçbucağın sahəsini istəyir. X 20-dirsə 4x-i taparıq. 4 vur 20, 80. Maraqlı bir sual idi. Bir düsturu bilməklə həll etmək mümkündür. Keçid alaq ətraflı yazılı cavab tələb olunan tapşırıqlarımıza. Bəli uşaqlar, burada belə bir sualımız var. Gəlin burada necə tapırıq? Deməli, ilk öncə bunu deyək ki, bizim belə bir radius düsturumuz var. X çıxılsın A-nın mötərizə kvadratı, üstə gəlinsin. Y çıxılsın B-nin mötərizə kvadratı bərabərdir böyük R-in kvadratına. Və gəlin bunu bu şəkildə həll eləməyə çalışaq. Bu düsturumuzdur. Gəlin burada 23-ü parçalayaq. Ya da uşaqlar, xeyr, 23-ü parçalamaqla həll etməyək. Belə eləyək. X kvadratı üstə gəl 4x. Bu düsturu tamamlamaq üçün 4-dür. 4-ü nə edirəm? Yarıya bölüb yüksəldirəm kvadrata. 4-ü 2-yə böldüm. 2, 2-ni kvadrata yüksəltdim. Müsbət 4. Bu zaman oldu x üstə gəl 2-ni mötərizə kvadratı düsturu. Amma mən 4-ü özümdən gətirdimsə aparmalıyam eyni zamanda. Ki bunlar belə bu şəkildə ixtisar olunsun. Daha sonra keçid alaq bu düsturumuza. Üstə gəl y kvadrat çıx 6y. Yenə 6-nı 2-yə bölərəm 3. 3-ü kvadrata yüksəldirəm 9. Üstə gəl 9. Yenə bu da oldu y çıxılsın 3-ün mötərizə kvadratı düsturu. Amma 9-u gətirdiyim kimi aparmalıyam da. Daha sonra da çıx 23 bərabərdir 0. Yazaq bu düstur x üstə gəl 2-nin mötərizə kvadratı. Bu düsturumuz y çıxılsın 3-ün mötərizə kvadratı mənfi 4, mənfi 9, mənfi 23 topladığımız zaman mənfi 33 verir bizə. Daha doğrusu üzr istəyirəm 36. Digər tərəfə atırıq müsbət 36 edir. Deməli dedim uşaqlar bu r kvadratına bərabərdir. 36 r kvadratı r nədir? 6-dır. Amma bizdən diametri soruşur uşaqlar. Deməli diametrim də nəyə bərabərdir? 2r-ə. Yəni 2 vur 6, 12. Düzgün cavabımız 12 olacaq. Uşaqlar, gəlin keçid alaq funksiya sualımıza. Burada ilk öncə koordinatlara baxaq. Bir dəfə 1-dən 0-adır, bir dəfə də 0-dan 2-yədir. Yazaq 1-dən 0-a, 0-dan 2-yə. Uşaqlar, parabola qrafikinin belə bir düsturu var ki, A vurulsun, x çıxılsın, m-in mötərizə kvadratı, üstə gəl, m bərabərdir y-ə. Deməli, burada m uşaqlar x-i bildirir, n isə y-ı bildirir. Yəni, koordinatlardakı qiymətimizi. Yəni, bu elə bil ki, m-dir, bu n-dir, bu m-dir, bu n-dir. Bir dəfə m-ə 1 verək, n-ə 0. n 0-dırsa getdi. Yazarıq a, x çıx 1-in mötərizə kvadratı bərabərdir y-ə. Sonra uşaqlar ikinci koordinatlarımızı yazaq. Yəni x-ə 0 verək, y-ə da 2. x-ə 0 versəm 0 çıx 1, mənfi 1 verir. Mənfi 1-in kvadratı da 1 verir. O da eləyir a bərabərdir. Y-də 2 olur. A-nı buradan tapdı mı? Çox gözəl. Gəlin indi keçid alaq. Deməli C-ni və yaxud da B-ni tapmağa. Bunun üçün də bir dəfə uşaqlar dediyimi 1-in 2-yə qrafik, daha doğrusu 1-in 0-a, digər də 0-ın 2-yə. Bəli, gəlin bir dəfə f-ə 0 verək. Yəni x-ə 0 verək, y-ə 2-yə. x 0 olarsa 0-ın kvadratı vurulsun 0 eləyir. 0 vur b 0 eləyir. C qalır amma olduğu kimi. C də olur nə? 2. C 2 oldu. Uşaqlar A da 2 idi. Gəlin indi B-ni tapaq. B-ni tapmaq üçün də bu səfər f-ə x-ə 1 verək, y-ə 0 verək. Yazaq 1-in kvadratı 1, A-ya vurduğu zaman A, üstə gəl 1 vur B, eləyəcək B, üstə gəl C, bərabərdir uşaqlar 0-a. Deməli burada A nədir? 2-dir. C nədir? O da 2-dir. 2 ilə 2 toplayanda 4. Digər tərəfə keçirsək mənfi 4. B-ni də tapdıq mənfi 4. Bitdi. A-nı tapdıq, B-ni tapdıq, C-ni tapdıq. Qaldı sadəcə yerinə yazmaq. A2 üstə gəl C2 çıxılsın B mənfi 4. Və buradakı mənfilər toqquşur. Olur 4 üstə gəl 4. Yəni cavab 8. Keçid alaq bu sualımıza uşaqlar. Deyir, riyaziyyat fənni üzrə imtahanda hər sualın doğru cavabı 8 balla qiymətləndirilir. Hər yanlış cavaba görə isə 2 bal çıxılır. 22 suala cavab vermiş şagird 136 bal toplayarsa doğru cavabların sayını tapın. İlk öncə gəlin belə yazaq. Doğru cavablar olsun. Bu səfər A, bu səfər A ilə B ilə işləyək. Yanlış cavablar isə 22 sual yazıb uşaqlar. O zaman 22 çıx A.
İndi deyir ki bizə doğru cavaba görə 8 bal, 8 vurulsun A. Üstə gəl. Yanlış cavaba görə isə 2 bal çıxılır. Uşaqlar buna diqqət edin. 22 çıx A vurulsun 2 yazmırıq. Mənfi vurulsun mənfi 2 yazırıq. Çünki çıxılır deyir bizə. Mənfi 2. Amma bu vurulsundur. Bərabər edirik ümumi topladığı bala, yəni 136 və bu da bildiyimiz tənlikdə həll edirik. 8 vura bərabər üstə gəlsin. Mənfi 2-ni 22-yə vuram, mənfi 44 və buradakı dəqiqə. Aha, bu eləyir mənfi 44. Daha sonra mənfi 2-ni mənfi A-ya vuram, eləyir müsbət 2A. Bərabərdə 136. 8 A-nın üstünə 2A gələndə verir mənə 10A. Mənfi 44 bərabərliyin digər tərəfinə keçəndə müsbət 44 olur. O da eləyir 180. 10A bərabərdir 180. A da olur 18. Deməli, doğru cavablarımız oldu 18. Yanlış cavabımız oldu 4. Bizdən nəyi soruşur? Doğru cavabı. Yəni, düzgün cavab 18 olacaq. Keçid alırıq sonuncu sualımıza. Burada da belə bir xəritə sualımız var uşaqlar. Gəlin buna da baxaq, həll edək. Deməli, xəritədə deyir, A-nın koordinatlarını verib 3 və 2, B-nin koordinatlarını verib 9 və 10, C-nin koordinatlarını verib 15 və 7. Aha. Uşaqlar deyir ki bizə məntəqələr arasındakı ən qısa məsafə hal-hazırda gördüyümüz kimi ən qısa məsafə A-dan B-dir. Buranı 3 kilometr verib, amma bizə nə verib? Xəritə verib. Buna diqqət edirik. Və A-dan C məntəqələr arasındakı ən qısa məsafəni istəyir. Yəni baxın, buranı bizdən istəyir. Çox gözəl. Gəlin, xəritədə bizə 3 kilometr veribsə, gərək realda da mı belədir? Bunun üçün bir düstur var. X2 çıxılsın X1-in mötərizə kvadratı. Üstə gəl. Y2 çıxılsın Y1-in mötərizə kvadratı bərabər edirik. Baxın, bu aradakı məsafəyə. O məsafəyə də gəlin M deyək. Deməli, uşaqlar, X2-miz nədir? 9. 9 çıxılsın 3, 6. 6-nın kvadratı 36. Üstə gəlinsin. Y2 nədir? 10. 10 çıx 2, 5. 8. 8-in kvadratı 64. Kök altında 36 üstə 64 bizə nə verir? Kök altında 100 verir. Deməli, M nə olur? Uşaqlar 10 olur. Bizdə realda bura nə oldu? 10 kilometr oldu. Gəlin, indi A-la C-nin realdakı məsafəsini baxaq, ölçüsünə tapaq. Bu zamanda yenə eyni düstur olacaq. Yazacaq, deməli, X2 nədir? 15. 15 çıx 3, 12. 12-nin kvadratı 144. Gəlin, elə bir dəfəlik düsturu yazmadan bunu həll edək. Belə, 144 üstə gəlsin, 7 çıxılsın 2, 5, 5-in kvadratı 25 bərabərdir. Bu məsafəyə də gəlin N məsafəsi deyək. Deməli, 144 ilə 25-i toplayanda verir bizə 169. Kök altında 169-dan nə çıxır? 13. Deməli, A ilə C-nin arasındakı ən qısa məsafə realda 13 kilometrdir uşaqlar. Artıq keçirik tənasüb qurmağa. A ilə B istiqamətinə görə, deməli, realda 10 kilometrdir. Xəritədə bu real, bu xəritə. Xəritədə 3 kilometr. Xəritədə x kilometr AC arasında, realda isə 13 kilometr. Və buradan da x-i tapaq. Tənasübümüz bu şəkildədirmi? 13 vur 3. 13 vur 3 bölünsün nəyə? 10-a. 13 3-ə vuranda 39 edir. 10-a bölsək, uşaqlar 3 onda 9. Deməli, düzgün cavabımız 3 onda 9 olmuş olacaq. Uşaqlar, çox maraqlı bir sınaq idi. Çox gözəl suallar var idi. Və izlədiyiniz üçün, dinlədiyiniz üçün təşəkkürlər. Bu tip sualların, daha doğrusu izahların davamının gəlməyini istəyirsinizsə, mütləq rəylərdə bildirin və mən də nəzərə alaraq bu tip sualların cavablarını, izahını sizə çəkməyə çalışacağım. Və hansı sual sizə qaranlıq qalsa, mütləq rəylərdə yazın. Mən təkrar izah edəm sizin üçün. Sağ olun.